Əgər Peyğəmbər yoxdursa, kim sənə Allahın xəbərini çatdıra bilər? Öz ağlın mı? Ona mı güvənirsən? Sənin ağlın yumurtanın qabığını soymaq üçün sənə verilir. Kimsə öz ağlına Allahın adından danışa biləcək cəsarəti varsa, qarşıma çıxsın, mən tələbənin qarşısına çıxsın. Bir sualıma cavab versin, mən bütün dini, əhkamı, hər şeyi tərk edib onun arxasıca düşəcəm. Söz verirəm, namusa, qeyrətə and olsun, söz verirəm, çıxsın qabağıma. Ağlını Allah adına danışa biləcək cəsarətli insan axtarıram, çıxsın qarşıma. Baxa, mən bəsit bir tələbənin iddiasına bax. Gör nə qədər xaynam. Çünki elə bir ağla Allah elə bir qüvvət verməyib. Heç birimizin keçmiş, indiki, gələcəyimiz adi insanlar içərisində heç kimin ağlı bu cür deyil. Hətta tək mənim yox, ağıllarımızı cəmləşdirsək belə yenə o deyil.